Bəxtiyar bəy, törənin izindəkilərin arasına xoş gəldiniz. Təşəkkür, rəhmət. Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu Reyhan Bəruni adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktora, professor Bəxtiyar Kərimov 30 mart 1949-cu ildə Özbəkistanın Beruni şəhərində anadan olub. Daşkənd Dövlət Universitetinin Fizika fakültəsində təhsil alandan sonra Özbəkistan Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda aspirant, həmin institutda kiçik elmi işçi vəzifələrində çalışıb. Yekaterinburq şəhərində yerləşən Ural Universitetinin Fəlsəfə fakültəsində təhsil alan Bəxtiyar Kərimov həmin universiteti bitirdikdən sonra 1983-cü ildə abstraktdan konkretə yüksəlmə aspektində dialektika, məntiq və idrak nəzəriyyəsinin vəhdəti mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edərək 1991-1995-ci illərdə Daşkənd Dövlət Universiteti nəzdindəki İxtisas Artırma İnstitutunun Fəlsəfə kafedrasında professor əvəzi kimi çalışıb, 1995-ci ilin yanvarında Fəlsəfə kafedrası üzrə professor elmi adı alıb. Bəxtiyar Kərimov 1996-cı ildən Özbəkistan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyasında müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin Fəlsəfə fakültəsi nəzdindəki Fəlsəfi Tədqiqatlar kompleksinin aparıcı elmi işçisi kimi fəaliyyətini davam etdirən Bəxtiyar Kərimov Özbəkistanın bir sıra dövlət qurumlarında, o cümlədən İmam Buxari Beynəlxalq Mərkəzinin İmam Al-Buxari Sabukları jurnalının baş redaktor müavini, Ali Attestasiya Komissiyasının Fəlsəfə, Hüquq və Tarix üzrə Ekspert Şurasının sədri, həmçinin komissiyanın Elmi Şurasının üzvü, Şımkent şəhərindəki Miras Universitetində Türkologiya Tədqiqatları Mərkəzinin direktoru kimi vəzifələrdə çalışıb. O, 2020-2022-ci illərdə Moskva Beynəlxalq Akademiyasının Dilçilik və Pedagogika Fakültəsinin magistratura pilləsində lingvistika ixtisası üzrə təhsil alıb və fərqlənmə diplomu ilə oradan məzun olub. Bəxtiyar Kərimov göstərdiyi elmi fəaliyyətinə görə 2017-ci ildə Dostluq ordeni ilə təltif edilib. Onun tədqiqatları abstraktla konkretin dialektikası məsələləri, idrak nəzəriyyəsi və elmi idrakın metodologiyası, fizika, kosmologiya və sinergetikanın fəlsəfi problemləri, terrorizm və ekstremizmlə mübarizə məsələləri kimi sahələri əhatə edir. Oykumenik millət nəzəriyyəsi, qlobal emanasiya təhkimçilik konsepsiyası, ortaqlaşdırılmış dillər konsepsiyası kimi fəlsəfi nəzəriyyələrin müəllifi Bəxtiyar Kərimov 21 dildə nəşr olunmuş 900-dən çox elmi əsərin müəllifidir. Dəyərli bilgəm, sizlə bağlı haqqınızda oxuyanda siz həm dəqiq elmləri bilirsiniz, həm fəlsəfəni, həm də dillə bağlı, filologiya ilə bağlı uğraşırsınız. Yəni, çox yönlü, gerçəkdən çox maraqlı olacaq sizinlə söyləşi eləmək. Əvvəl belə bir sualla başlayayım. Müxtəlif yönlərin düşüncə adamısınız və bu sizi özünüzü necə tanımlamağa imkan verir? Özünüzü, yer üzündəki öz yerinizi, öz kimliyinizi, öz düşüncənizi necə qavrayırsınız? Bax, bu qədər bilgili olan adam kimi. Mən 1966-cı ildə Böyük Çin mədəni inqilabı dövründə düşündüm ki, Türk xalqları sanki müstəmləkə şəraitində yaşayır. O vaxta qədər mən daha çox fizika ilə maraqlanırdım. Fizikanı sevirdim, ona meyilliydim. Sonra milli özünü dərk, milli kimlik məsələləri ilə maraqlanmağa başladım. Milli məsələ ilə bağlı yeni nəzəriyyə üzərində çalışdım və onu formalaşdırdım. Bu nəzəriyyənin adı Millətin Ümumbəşəri nəzəriyyəsi idi. Onun üzərində 2 il, 1968-ci ilə qədər çalışdım və fikirlərimi sistemləşdirdim.
Bu nəzəriyyəyə əsaslanaraq düşünürdüm ki, əgər Sovet Respublikaları bir müstəqillik əldə edə bilsələr, bu bizim üçün də bir fürsət ola bilər. Müstəqillik əldə olunsa, Türkiyə ilə daha sıx və münasib əlaqələr qurmağın da mümkün olacağını düşünürdüm. Bütün bunlar üzərində çox düşündüm. 1974-cü ildə ortaq türk dili konsepsiyasını hazırladım. Bu konsepsiyanın əsasında bir çox türk dillərində mövcud olan söz və qaydaların kompüter dəstəyi ilə riyazi üsullarla seçilməsi və sistemləşdirilməsi dayanırdı. Beləliklə, ortaq bir dilin yaradılması mümkün görünürdü. O zaman bu ideyanı bir yoldaşımla bölüşdüm. O mənə dedi, bu barədə danışma. Əgər bu ortaq türk dili haqqında açıq şəkildə danışsan, səni sustura bilərlər. Hətta əlavə elədi. Heç kimə demə bu fikirləri. Mən də bu sözləri yadda saxladım. Fikirlərimi kağıza köçürüb bir rəfə qoydum. Bu 1974-cü ildə baş vermişdi. O vaxt açıq şəkildə paylaşsaydım, həqiqətən də təhlükəli nəticələri ola bilərdi. Çünki o dövr hələ Sovet rejiminin qüvvədə olduğu, repressiyaların mövcud olduğu illər idi. O vaxtdan bəri, yəni artıq 51 ildir ki, bu ideya üzərində işləyirəm. O zaman fikirlərimizi kimlərləsə bölüşə bilmədiyimizdən həmin dostumla birlikdə öz aramızda bu işi davam etdirdik. Paralel olaraq bizə həm də öz elmi biliklərimizi artırmaq lazım idi. Dostum dilçilik sahəsində ixtisaslaşdı. Mən isə fəlsəfə, iqtisadiyyat və dilçilik üzrə təhsil aldım. Hər imkanda ortaq türk dili dediyimiz bu dilin konturlarını formalaşdırmaq üçün imkan axtarırdım. 1991-ci ildə müstəqillik qapımızı döydü. Türkiyə ilə dostluq münasibətləri qurulmağa başlandı. 1992-ci ilin əvvəlində Turgut Özal bizim ölkəyə gəldi. Həmin il 1992-ci ildə biz Ortaq Türk Dili adlı kitabı nəşr elədik. Bu kitabda həmin dilin əsasları, üsulları, qrammatikası, riyazi əsasları və hətta kompüter hesablama metodları yer almışdı. Alqoritmlər, cədvəllər tərtib olunmuşdu. Bu cədvəllər vasitəsilə müxtəlif türk dillərindəki sinonimləri və qaydaları müqayisə eləmək olurdu. Əgər bu cədvəlləri müxtəlif türk respublikalarından olan alimlər, məsələn, Azərbaycan, Özbəkistan, Türkiyə, Tataristan, Başqırdistan, Saxa və digərləri doldurub təqdim eləsələr, kompüterlər məlumatlar əsasında cəmi bir həftəyə həm terminologiyanı, həm də lüğətləri sistemləşdirə bilər. Bu lüğətlərdə, məsələn, ortaq türkcə, özbəkcə, özbəkcə, ortaq türkcə qarşılıqlı tərcümə formaları yer alacaq. Hər bir anlayışın hansı dildə, hansı sinonimlə ifadə olunduğu, hansı dilin bu və ya digər anlama hansı qayda ilə yanaşdığı bu sistemdə əksini tapacaq. Sözlüklər, məsələn, Orta Türkçə, Özbəkcə, Özbəkcə, Orta Türkçə, Orta Türkçə, Yəni Azərbaycanca. siz bunun quruluşunu, sistemini qurmusunuz. Aha. Ben bir şey soruşum. Məsəl üçün bugün əsas türk dövlətlərinə baxanda çoxlu ərəb, fars sözlərinin alınma sözlər var. Və bunlar da bizim bir-birimizlə anlaşmamız üçün çətinliklər yaradır. Çünki biz sözü alanda, məsəl üçün Özbək qardaşlarımız ovaz deyir, biz ona avaz deyirik. Deyək ki, bəzi məsələn anlatmalarda ya səsləmələrdə adi basit məsələn biz salam deyirik, sizdə də salam deyirsiniz, salam aleyküm deyirsiniz. Məsələn ya da məsələn Qazaq qardaşlarıma selam deyir, başqa cür səsləndirir. Orada bir qarışıqlıq olur. Amma məsəl üçün deyək ki, ət ətdir, yedi, çörək çörəkdir. Yəni öz türkcə olan sözlərin elə ki səslənməsi eyni qalır. Məsələn 1, 2, 3, 4, 5 sayaq hamısında çoxunda eyni. Bu alınma sözlərdən qurtulmaq lazımdırmı orta türkcədə, yoxsa onlar da qalmalıdırmı? Necə düşünürsünüz? İndi bizi usul Bizim metodumuzun əsas məqsədi türk dillərinin tarixən formalaşmış sözlərini analiz edərək onların mənalarını açıb göstərməkdir. Bu, yalnız dilin quruluşunu başa düşməyə deyil, həm də türk xalqlarının müstəqilliyini və mədəni irsini təmsil eləməyə xidmət edir. Hər bir türk dilinin özünə məxsusluğu var və bu dilin kökləri qədim türk sözlərinə dayanır. Ortaq türk dilini yaratmaq və inkişaf etdirmək üçün kompüter texnologiyasından istifadə eləməyi məqsəd kimi qarşımıza qoymuşuq. Bizim məqsədimiz ortaq türk dilindəki sözləri sistemləşdirib, onların quruluşunu və əlaqələrini izah etməkdir. Bunun üçün qədim türk sözləri üzərində işləyərək, onları daha mükəmməl və aydın bir formada ortaya çıxarmaq istəyirik. Həmçinin hər bir türk xalqının öz dilinə verdiyi töhfələri və mirası da nəzərə alırıq.
Bizim atalarımızın bizə miras qoyduğu sözlər bu günümüzə qədər gəlib və bu sözlər bizim dilimizin təməlini təşkil edir. Onlar bu sözləri bizə ötürü və biz də bu sözlərin möhkəm təməl üzərində inkişafını davam etdiririk. Bu sözlər bizə yalnız dilimizi deyil, həm də mədəniyyətimizi və kimliyimizi çatdırır. Kompüter proqramları vasitəsilə bu sözləri analiz edərək ortaq türk dilinin strukturunu və məntiqini təhlil edə bilirik. Hər bir dilin öz qaydaları, qrammatikası və anlamı var və bizim məqsədimiz bu dilin əsaslarını həm qədim türk sözləri, həm də müasir texnologiyalar vasitəsilə sistemləşdirərək daha anlaşılan və istifadəyə uyğun bir dil halına gətirməkdir. Siz bir proqramla danışırıq da, yəni biz bir uygulamadır, hansı ki bilgisayar proqramı bunu bir internet sözlüyü kimi ya da bilgisayar sözlüyü kimi, lüğəti kimi olacaq, düzdürmü? Kitab şəklində yəni boladı, internetdəki Bəli, belədir. Kitab şəklində də olacaq. İnternetdə lüğət və sözlük formasında da olacaq. Bu formatlar bütün türk xalqı üçün təşkil olunacaq və hər anlamı qeyd edəcək, hər anlamı sözləndirəcək. Bu baxımdan bu dil çox asan olacaq. Dərhal tətbiq oluna biləcək. Təxminən 300 milyon türk insanı bütün türk dünyası və 6 müstəqil türk dövləti adına bu Birləşmiş Millətlər Təşkilatına, beynəlxalq təşkilatlara qədər inkişaf edəcək. Çünki bu ərazidə 3 milyon insan var. Bir neçə minillik qədim bir mədəniyyət və sivilizasiya var. Başqa xalqların dilləri ilə müqayisədə heç bir maneə yoxdur ki, bu dil beynəlxalq dilə çevrilsin. Məsələn, rus dilinin arxasında 150 milyon rus var. Fransız dilinin beynəlxalq dil kimi qəbul olunmasında isə 75 milyon fransız dayanır. Bu ortaq türk dilinin arxasında isə 300 milyon türk xalqı və insanı var. Bizim üçün heç bir əngəl yoxdur. Bizim dilimiz də beynəlxalq dilə çevrilməlidir. Əgər 6 müstəqil türk dövlətinin prezidentləri bir məktub yazsa, Birləşmiş Millətlər Təşkilatına müraciət edərək ortaq türk dilini beynəlxalq dil kimi qəbul etməyə təklif eləsələr, bu təklif qəbul olunmalıdır. Qəbul qılışı lazım boladı. Bəxtiyar bəy, belə bir fikir var ki, millətlərin ucalığı onların qaynaqların bolluğunda yox, dəyərlərin dərinliyindədir. Yəni bir milləti ucaldan odur. Siz həm də filosofsuz və bir tərəfdən də ekonomistsiniz, yəni iqtisadçısınız. Bugün iqtisadiyyatla fəlsəfə, bunlar bir çox adamlara görə fərqli düşüncələrdir. Amma əslində fəlsəfə iqtisadiyyatın altyapı motorudur. Məsələn, deyək ki, Avropa Birliyi, Amerikanın özü neçə ştatdan ibarətdir. Bunlar bir iqtisadiyyat fəlsəfəsi yaratdılar özlərinin. Məsələn, Amerikalılar dedi ki, American Dream ya da Avropalılar dedi ki, Avropa Birliyi və bir xəyal qoydular. Biz türk dövlətləri həm də birləşməliyik ki, iqtisadi cəhətdən də güclü olaq. Siz bir düşüncə adamı kimi, bir aydın kimi, bir bilgə kimi türklərin gələcəkdəki iqtisadi fəlsəfəsini necə görürsünüz? Mənim fikrimcə, Mənim fikrimcə, hazırda Türk Dövlətləri Təşkilatı çox yaxşı bir yol keçib. İqtisadi baxımdan əməkdaşlıq davam edir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr təbii ehtiyatlar, ticarət və digər məsələlərdə əvvəl də əməkdaşlıq edirdilər. Siyasi sahədə də əməkdaşlıq mövcud idi. Hərbi sahədə də əməkdaşlıq üçün işlər görülürdü. Ancaq bu əməkdaşlıqları daha da inkişaf etdirib, daha yüksək səviyyəyə qaldırmaq lazımdır. Türk Dövlətləri Təşkilatı bazasında bir konfederasiya qurulsa, bu daha faydalı olardı. O zaman bugün bizi narahat edən ölkələr bizimlə hesablaşmağa məcbur olardılar. Bu çox vacibdir. Hazırda Türk Dövlətləri Təşkilatı aktiv fəaliyyət göstərir və hər il prezidentlər davamlı olaraq vacib məsələlərə dair müzakirələr aparır. Lazım gəldikdə görüşlər təşkil edirlər. Bu baxımdan təşkilatın inkişafı çox müsbət istiqamətdə irəliləyir. Həm ekoloji məsələlər, həm mədəniyyət, həm hərbi sahələr, həm də siyasi sahələr üzrə böyük inkişaflar baş verir. Ancaq bu inkişafı daha da sürətləndirib, daha yüksək səviyyəyə çatdırmaq lazımdır. Əgər bu istiqamətləri daha da inkişaf etdirməyə çalışmasaq, vaxt itirəcəyik. Hazırda zaman çox sürətlə keçir. Buna görə də bu məsələlərə ciddi yanaşmaq vacibdir. Bu istiqamətdə 2 və ya
3 əsas məsələni təcili müzakirə edib əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq lazımdır. Uchrashib, tezlashtirib shu hamkorlikni yuqori saviyaga ko'tariladimi deb o'ylayman. Bu ortaq dillə bağlı bir çox çalışmalar var. Məsələn, Qazaxıstanda öz türkcə deyə bir çalışma var. Yəni bir çox adamlar bu ortaq türkcədən danışır və bizim son vaxtlar Türk Dövlətləri Elmlər Akademiyası, Türk Elmlər Akademiyası yaranıb Qazaxıstanda. O alimlərlə işbirliyiniz varmı? Görüşləriniz keçirilirmi? Fikir alış-verişi eləyirsinizmi? Hərə məsəl üçün öz araşdırmalarını, düşüncələrini ortaya qurub bir ortaq çalışma üçün sizə hansı addımlar atılmalıdır? Türk Elmlər Akademiyasının buna qatqısı nə qədər ola bilər? Əgər bir türk dili institutunun yaradılması təklif olunsa və bu institutda hər bir türk dilindən bir alim təyin edilsə, müxtəlif dillərin mütəxəssisləri bir araya gəlsə və dilin qaydaları ilə bağlı məlumatları təqdim eləsələr, kompüter proqramları vasitəsilə bu məlumatları sürətlə izləyib nəticə əldə etmək mümkün olardı. Bu türk xalqlarında ən çox öz türkcəni saxlayan sizcə kimlərdir? Bir çox adam Saxa türklərinin daha çox saxladığını deyir. Siz nə düşünürsünüz? Mənim fikrimcə bu Mənim fikrimcə, əgər bu sahədə ehtiyatla irəliləsək, daha yaxşı nəticə əldə edə bilərik. Məsələn, məktəb sözü 100 illərdir ki, istifadə olunur və 90% türk xalqı üçün bu tanış və anlaşılan bir sözdür. Amma əgər bunu dəyişib başqa bir söz istifadə eləsək, bu anlaşılmayacaq. Başqa söz qoyadigan bo'lsak, bütün Məsələn, Türkiyədə okul deyir. Bundan başqa, biz klassik yazarlarımızı, ədəbiyyatımızı da düşünməliyik. 1000 illik ədəbiyyatın dilini də düşünməliyik. Biz Nəvai, Füzuli və başqa klassiklərimizi düşünməliyik. Yəni, dildən danışan zaman 1000 il boyu yazılmış klassik əsərləri də unutmamalıyıq. Böyük yazıçılarımızdan biri olan Çingiz Aytmatov öz əsərlərini rus dilində yazıb. Amma o, əsərlərini rusca qələmə almasına baxmayaraq, mənsub olduğu türk xalqının ruhunu daşıyır və rus ədəbiyyatına deyil, türk dilli ədəbiyyata xidmət edir. Olca Süleymanov adlı çox tanınmış bir şair və yazıçımız var. O da öz əsərlərini rus dilində yazıb. Amma bu, onun rus mənşəli olduğunu göstərmir. Olca Süleymanov əslən Qazaxdır. Eləcə də Çingiz Aytmatov əsl Qırğızdır. Onların real olaraq mənsub olduqları Qazax və Qırğız millətindən olmadığına heç kim iddia eləyə bilməz. Amma indi məsələn bir məsələ var. Bugün deyək ki, Nizami ilə bağlı, Füzuli ilə bağlı, daha doğrusu daha çox Nizami ilə bağlı. Məsələn, Nizami farsça daha çox yazıb. Amma Nizaminin öz şeirlərində mən türkəm, atam türkdür. Bunu dili ilə deyib bu adam. Amma deyir ki, türkdürsə, bəs onda niyə farsça yazıb? Deyə belə bir iddiaları var. Biz desək ki, belə deyil. Məsələn, indi harada biz dilimizi zənginləşdirək deyə ərəb farsdan söz götürürük. Sonra ərəb də fars da bizə yuxarıdan aşağı baxıb, deyir, məndən söz oğurlayıb. Mənim sözümü işlədir və bizə özünün əl altısı kimi, necə deyərlər, bir koloniyasının bir kültür köləsi kimi baxır ki, yəni mənim dilimə sən möhtac qalıbsan, gəlib mənim dilimi, sözümü götürübsən. Bax, bununla bağlı düşüncələriniz nədir? bu mənim fikrimcə bunda yechiladi məsələ. Bu mənim şəxsi fikrimdir. Məsələn, bir insan özünü türk hesab eləyirsə, deməli o türkdür. Əgər özünü ərəb kimi görmək istəyirsə, ərəbdir. Əgər mən farsam deyirsə, o da fars sayılır. Eləcə də məsələn, Çingiz Aytmatov mən qırğızam deyirsə, o qırğızdır. Olca Süleymanov mən qazaxam deyirsə, o qazaxdır. Yəni bu məsələdə insanın şəxsi düşüncəsi və kimliyini necə qəbul eləməsi əsasdır. Bu baxımdan biz öz ədəbi və mədəni mirasımızın kimə məxsus olduğunu dəqiq müəyyən edə bilərik. Məsələlər hansı dildə yazılıbsa, bu o qədər də həlledici deyil. Ola bilər ki, gələcəkdə ingilis dilində yazan yazarlarımız da ortaya çıxacaq. Amma əgər həmin şəxs deyirsə ki, mən Azərbaycanlıyam, deməli o Azərbaycanlı sayılır. Hətta yazdıqları ingilis dilində olsa belə. Bax, indi məsələn, dil sadəcə danışmaq üçün deyil, həm də düşünmək üçündür, doğrumu? Siz həm də filosofsuz. Sizcə fəlsəfədə düşündüyün dilin bir önəmi yoxdurmu? Məsələn, deyək ki, mən mama deyəndə keçirdiyim duyğu başqa, ana deyəndə keçirdiyim duyğu başqa. Məsələn, rodina deyəndə keçirdiyim duyğu başqa, yurtum
deyəndə keçirdiyim duyğu başqa. Bax, sizcə düşüncədə dilin önəmi nə qədərdir? Nə qədər dərindir? Tilli təsiri Dil çox güclü təsir gücünə malikdir. İnsan öz düşüncəsini, ruhiyyəsini, dünya görüşünü məhz dil vasitəsilə ifadə edir. Əgər insan özünü bu şəkildə öz dili vasitəsilə ifadə edə bilirsə, bu olduqca yaxşıdır. Ancaq ola bilər ki, hansısa xarici təsir nəticəsində, yaxud beynəlxalq dillərin təzyiqi ilə valideynlər uşaqlarını rus dilli bağçaya, məktəbə və institutlara yönləndirirlər. Belə olanda bu gənclər zamanla rus dilində danışmağa, rus dilində yazmağa, rus dilində düşünməyə başlayırlar. Amma illər ötüb, bu insanlar 20 yaşına çatdıqda düşünməyə başlayırlar. Mən doğrudanmı qazağam? Niyə mən rus dilində düşünürəm? Valideynlərim məni rus məktəbinə göndərdikləri üçünmü mən bugün rus dilində düşünürəm? O zaman bu insan deyir, bəli, mən qazağam. Mən qazaq dilini öyrənib, qazaq xalqının maraqlarını ifadə eləmək istəyirəm. Özlüyündə etiraf eləyir ki, çox təəssüf, qazaq dilində yaxşı yaza, danışa bilmirəm. Amma buna baxmayaraq, öz xalqım üçün nəsə eləməyə çalışmalıyım. Bu baxımdan rus dilində yazan, düşünən bir gənc milli mənsubiyyətinə görə qazaq, qırğız, özbək ola bilər. Amma zaman keçdikcə onlar özlərinə və mənsub olduqları millətə daha dərindən bələd olurlar. Başqa dildə düşünməyə səbəb isə odur ki, bir vaxtlar beynəlxalq dil kimi ərəbcə, farsça, daha sonra isə rusca oxumaq, öyrənmək vacib idi. Bunun isə təsiri qaçılmazdı. Amma indi zaman dəyişib. Biz artıq öz dilimizi beynəlxalq bir dilə çevirməliyik. Bu dil ortaq türk dili olmalıdır. Çünki bu dilin arxasında 300 milyonluq türk dünyası dayanır. Mən hesablamışam ki, bu layihəni reallaşdırmaq üçün çox da zaman lazım deyil. Məsələn, bir dilçi alimin söz bazalarını cədvəllərlə doldurması üçün 2 il kifayət edir. Əgər 2 alim olsa, bu müddət 1 ilə enir. 3 alim olsa, zaman da qısala bilər. Sadəcə bu işi sürətləndirmək lazımdır. Mənəm tezraq qılanamız. Bəxtiyar bəy, bir dənə belə bir bizim ortaq dəyərlərimiz var, çoxlu kitablarımız var. Divan-ı Lüğəti Türkdən, Dədə Qorquddan, Manasdan, Qutaku Bilikdən, yəni bir çox dəyərlərimiz var ki, hansı ki bizi öz kimliyimizi, öz keçmişimizi xatırladır. Və məsəl üçün yasalarımız var, tüzlüklərimiz var. Bir də bizim bir törə qavramımız var. Türkistanda törə deyəndə daha belə üstün, belə ali bir insan, ağsaqqal, bilgili bir insan nəzərdə tutulur. Amma törə həm də bir bitik qavramındadır. Hansın ki, içində türklərin əski fəlsəfəsi, düşüncəsi, etikası, estetikası, hüququ hamısı var. Bax, sizə görə bugünkü günümüzlə səsləşən necə bir törə qoymalıyıq ortaya ki, bu törə bizim özümüzə qaytarsın. Bizi öz geyimimizə, öz keçmişimizə, öz gələnəklərimizə və balalarımıza türk olmağı yenidən xatırlatsın. Bax, bu törə qavramını siz necə düşünürsünüz? Siz bu kitabın önəmini necə dəyərləndirirsiniz? Sizcə törəyə bugün ehtiyacımız varmı? Törə bizim gəncliyimizə nə verə bilər? Juda kerakli bir Bu məsələ olduqca vacib və əhəmiyyətli bir mövzudur. Mən artıq 50 ildir ki, bu məsələ üzərində düşünürəm və bu barədə müəyyən fikirlər formalaşdırmışam. Bu mövzu ilə bağlı bir neçə məqalə və kitab yazmışam. Məsələn, türklüyün fəlsəfi baxışlarının necə formalaşdığına dair konsepsiyam var. Eləcə də türklük siyasi düşüncə sistemi, türk xalqlarının dili, danışıq tərzi haqqında da formalaşmış yanaşmalarım mövcuddur. Bu sahələrə dair təxminən 500 məqalə yazmışam. Həmin məqalələr əsasında ondan çox kitab da qələm almışam. Sizlərə o kitablardan birini təqdim etmək istərdim. Bu kitabın adı belədir: Türk sivilizasiyasının dünya sivilizasiyasındakı yeri. Çox sağ olun, var olun. Şu kitabda ko'p mani fikrlarim jamlangan. Bu kitabda çoxsaylı önəmli fikirlərim toplanıb. Ümumilikdə 500-ə yaxın əsaslı ideya bu əsərdə yer alır. Mənim fikrimcə, türk xalqlarının böyük bir sivilizasiya kimi tarixdə öz xüsusi yeri var. Türklər keçmişdə bir olduqları zaman böyük bir sivilizasiya idilər. İndi də bu potensialı daşıyırlar və gələcəkdə daha da böyük ola bilərlər.
Təəssüf ki, zaman-zaman birliyimizin zəifləməsindən istifadə edən düşmənlər bizi bir-birimizə qarşı qoyaraq parçaladılar. 19-20-ci əsrlərdə bu parçalanma zirvəyə çatdı. Ancaq indi 21-ci əsrdə türk xalqları bir-birinə daha da yaxınlaşaraq yenidən böyük bir mədəniyyət və sivilizasiya olaraq inkişaf edə bilərlər. Bu prosesdə türk dili önəmli rol oynamalıdır. Yazı və ədəbiyyat bu yolda mühüm vasitələrə çevrilməlidir. Xoşbəxtlikdən Türkiyə Cümhuriyyətinin bu istiqamətdə işləri düzgün şəkildə təşkil etmək imkanı var. Sadəcə bu prosesi sürətləndirmək lazımdır. Çünki vəziyyət olduqca həssas və mürəkkəbdir. Bəzi dövlətlərin qonşu xalqlara aqressiv və güc yolu ilə təsir göstərməyə çalışdığı bir dövrdə biz bir-birimizə yardım etməli, bir-birimizə dəstək verməliyik. Bu yalnız birliklə mümkündür. Bu şansı əldən buraxmamamız lazımdır. Çox yaxşı bir durum yaranıbdır. Doğru. Son vaxtlar dövlət başçılarımız Türk birliyi ilə bağlı tez-tez görüşlər keçirdirlər. Siz də vurğuladınız. Bax, bu görüşlərin yenidən canlanmasını Azərbaycanın bu 44 günlük zəfərini və bununla Türk dünyasına sanki yeni bir ruh gəldi. Sanki və bütün Türk dövlətləri, qardaşlarımız Türkiyə olmaqla bütün o dönəmdə bizim yanımızda olduqlarını göstərdilər və get-gedə yaxınlaşmalar çox yaxşı. Siz bir Özbək ziyalısı kimi, Özbək aydını kimi, bax bu Qarabağ məsələsini necə dəyərləndirirsiniz? Bunun Türk dünyasına qatdığı duyğusal dəyəri necə dəyərləndirirsiniz? Mən şu 92-ci yılı 1992-ci ildə Azərbaycana, Bakıya gəldiyim zaman şəhid olan qardaşlarımızı, yəni Azərbaycanın qəhrəman döyüşçülərini bir-bir məzarlarına qoyurdular. Bu mənzərəni görmək ürəyimizi sızlatdı, çox kədərləndim. O zamanlar Xəzər dənizi sahilində oturub düşüncələrə dalmışdım. Bu qədər insanın canını fəda eləməsi, bu qədər ağrı acı məni dərindən sarsıtdı. Hər il yay aylarında Azərbaycana gəlirdim və bu ağrı getdikcə daha da dərinləşirdi. Həmin vaxtlarda içimdə bir arzu vardı. Qarabağ azad olmalıdır və Azərbaycanın bir parçası kimi yenə öz yerini almalıdır. Bu, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının şərəfi, heysiyyəti məsələsidir. Əgər biz bu məsələyə laqeyd yanaşsaydıq, bu, bizim üçün kiçik bir dövlət qarşısında acizliyimiz kimi qiymətləndirilərdi. Mənim üçün Qarabağın azad edilməsi və Azərbaycanın bu ərazisində də Azərbaycan bayrağının dalğalanması həyati əhəmiyyət daşıyırdı. Buna görə o vaxtlar özüm Facebookda Qarabağ adlı bir qrup yaratdım. Bu qrupa bir çox insanlar qoşuldu. Orada Özbək, Azərbaycan, Anadolu türkcəsində müxtəlif fikirlər yazılırdı. Qrupun məqsədi də Qarabağın azadlığı ideyasını yaşatmaq idi. Arada düşmənlər tərəfindən təxribatçı mesajlar da olurdu. Bəzən qorxu yaratmağa çalışırdılar. Biz də buna cavab verirdik. Cavablarımız da tutarlı cavablar olurdu. 10 noyabr bəyanatından sonra belə bir mübarizə davam edirdi. Bu istək, arzu, yəni Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərək tam müstəqil və güclü bir dövlətə çevrilməsi mənim üçün çox önəmli idi. Azərbaycanın heç bir torpaq parçasından imtina eləməməsi lazım idi və belə də oldu. Bugün bütün türk xalqları, o cümlədən Türkiyə və digər türk dövlətləri düşməndən təmizlənən Qarabağın və ümumən bölgənin yenidən qurulması üçün Azərbaycana yardım göstərirlər. Şuşada keçirilən toplantılar, təhsil müəssisələrinin açılması və müxtəlif sahələrdə verilən dəstək bunun sübutudur. Türkiyə Dövlətləri Təşkilatı da bu məsələdə mühüm rol oynayır və təşkilat bir neçə toplantı vasitəsilə bu həmrəyliyi daha da möhkəmləndirdi. Biz sadəcə ümid edirik ki, Azərbaycan xalqı bu çətinlikləri arxada qoyacaq, arzularına çatacaq və bütün istəklərini gerçəkləşdirəcək. Hamma orzuları amalga oshsin deb orzu qilamiz. Sağ olun. Buradan son olaraq bütün türk ellərinə, harda bizi türklər izləyirsə, özünü türk bilən, türk soylu bilən, türk qanlı bilən nə qədər qardaşlarımız, bacılarımız varsa, onlara son olaraq Türk dünyasının gələcəyi ilə bağlı nələr söyləmək istəyərdiniz? Tirlik birlikdə degan qadim Atalar sözündə deyildiyi kimi, dirilik birlikdədir.
Türk sivilizasiyası və Türk milləti bir-birinə bağlı olmalı və bu birliyi qoruyub saxlamalıdır. Bir-birimizə kömək eləməli, bir-birimizin güclü tərəflərindən faydalanmalı və həmişə birgə irəliləməliyik. Həm daxili, həm də xarici sahələrdə əməkdaşlıq eləməliyik. Düşmənlərə qarşı mübarizədə gücümüzü birləşdirərək bir-birimizə dəstək olmalıyıq. Qardaş dövlətlər arasında əlaqələrimizi gücləndirməliyik. Bugün dünyada bizə qarşı mübarizə aparılan bir reallıq içində atalarımızın ruhunu yad eləyərək, onlara, tariximizə söykənərək gələcəyimizi qorumağımız mümkündür. Bu müstəqilliyimizi qoruyub saxlamağımıza, güclü və parlaq bir gələcək qurmağımıza yardımcı olacaq. Bizim böyük dəyərlərimiz və zəngin mirasımız var. Biz onu qorumağa davam edirik və onu yenidən canlandıracaq gücə sahibik. Bu birliyi 300 milyonluq Türk xalqı olaraq bir araya gələrək təmin edəcəyik. Mübarizəmiz hələ davam edir və bu yolda irəliləyərkən səbirli olmalı, hər addımda birlikdə olub daha da güclənməliyik. Yazıb intilişimiz kerakdir hesablayman. Bəxtiyar bəy, çox sağ olun. Gəldiniz, verilişimizə rəng qatdınız. Sizə kiçik bir armağanımız var. Siz əlbəttə ki, Özbəkistanda biz Buxara papağımızı Azərbaycandan, Qafqaz türklərindən gətirdik. Yaradıcı birliyimiz adından sizə armağan elədi ki, bundan bizə xatirə qalsın, yadınızda qalaq həmişə. Var olun, çox sağ olun. Bizi çox sevindirdi sizin gəlişiniz, düşüncələrinizi paylaşdınız. Var olasınız. Var olun, çox sağ olun. Arzu edirəm, Türk xalqı bütövlük məqsədinə yetişsin. Atalarımızın ruhunu şad eləyərək gələcəyə birgə irəliləyək. Bir daha sağ olun, minnətdarım. Sağ olun.